Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsinin düz yaxınlığında. Məktəbə yaxın, marşrutlardan da hardasa 200-300 metr məsafədə. Deməli, zal üstü deyə bir də yataq olmaqla 2 otaqlı bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bu evin həyəti yoxdur. Birbaşa yoldan evə daxil olunur. Oradan giriş hissəsidir. Gördüyünüz kimi də ev təmirlidir. Hal-hazırda bura qonaq otağıdır, studiya, zaldır, mətbəx, zal oturacaq bir yerdədir. Demək, evin sanitar qovşağı, yəni sanuzeli hal-hazırda gördüyünüz kimi təmir vəziyyətdədir. Bura təmir vəziyyət, düzdür, işığı biraz zəif işləyir orada. Amma hal-hazırda təmir vəziyyətdədir. Demək, gördüyünüz kimi hörmətli izləyicilər, yəni bu hissəsi də bax belə təmiridir. Zal, studiya, mətbəx, zal ikisi bir yerdədir. Buradan da birbaşa giriş qapısıdır. Gördüyünüz kimi kondisionerdir, evin içində qalır. Bax, bunlar da hamısı qalırsa mətbəxdir. Qalan əşyalar amma götürüləcək. Nəzərinizə çatdırım ki, yəni belə bir vəziyyətdə satılır. Bu hissəsi də gördüyünüz kimi yataq otağıdır. Yataq otağı da gördüyünüz kimi təmirlidir. Buradan da bir portuskası var, evin havasını dəyişmək üçün. Bu hissəsi də yəni varıdır. Hal-hazırda gördüyünüz kimi ev budur. Nə var onu təqdimatda sizə çəkdim, göstərdim. Yenə qeyd edirəm. Qaz, su, işığı hamısı, qazla işığı, su kommunalları hamısı qaydasındadır. Gördüyünüz kimi də yəni evin təmiri, zadı nə varsa budur. Evin qiyməti, start qiyməti 32 mindir. Real halda olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. 32 min start qiymətdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.